Azərbaycan dili toplu ikinci hissənin nitq hissələrin morfoloji xüsusiyyətləri test 12-dən başlayırıq davamına. Deməli 12-ci sual. Abşeronun göyərtisi dadlı və xeyirlidir cümləsində fərqləndirilmiş sözün izahı ilə bağlı fikirlərdən biri səhvdir. Deməli, baxaq. Üçüncü şəxsin mənsubi şəkilçisi ilə işlənmişdir. Fərqləndirilmiş sözü istəyir. Abşeronun göyərtisi, bəli. Üçüncü şəxsin mənsubi şəkilçisi ilə işlənmişdir, düzdür. Sonra adlı haldadır, düzdür. Mənsubi şəkilçili və adlı haldadır. İki leksik, bir qrammatik şəkilçi qəbul etmişdir. Göy sözün köküdür. Göyərmək, leksik şəkilçisi, göyərti. Göyərti, leksik şəkilçisi, isə mənsubiyyətdir. Deməli, C variantı da düzdür. Sifətdən düzəlmiş isimdir. Baxaq, göyərməkdən göyərti yaranıb. Xeyr, feildən isim yaradıb. Deməli, D variantı cavabımızdır. Sonra, ümumi isimdir. Bəli, düzdür, ümumi isimdir. Keçirik ikinci suala. Yəni 13-cü suala. Qızıl payı bəzən ürəkdə xoş duyğular oyadır. Cümləsindəki sözlərin morfoloji izahı ilə bağlı səhvi müəyyən edin deyir. Xoş, adi dərəcədə olan sifətdir. Bəli, düzdür. Sonra, bəzən zaman zərfi ürəkdə yerlik halda olan isimdir. Qızıl, adi dərəcə olan sifətdir. Xeyr, qızıl isimdir. Qızıl isim də olduğu üçün də deməli, C variantı səhvdir. Duyğular, deməli, cavabımız C variantı. Duyğular cəm şəkilçisi qəbul etmiş, düzəltmə isimdir, düzdür. Duymaqdan duyğu. Oyadır, indiki zamanda işlənmiş, sadə feildir. Bəli, sözün kökü oyad və da zaman şəkilçisidir. 14-cü sual. Bu ərazidə palıd meşələri çoxdur cümləsindəki sözlərin morfoloji izahındakı səhvi müəyyən edin. Deməli, baxırıq. Meşələri cəm şəkilçisi, bəli, lər cəmdir, isə mənsubi şəkilçili isimdir. Ərazidə yerlik halda olan isimdir. Bu işarə əvəzlidir. Bəli, bu ərazi, bəli, bu, bu elə belə işarə əvəzlidir. Sonra palıd aldıq halda olan isimdir, düzdür. Yox, düz deyil. Palıdın meşələri. Deməli, yerlik halda olan isimdir. Ona görə elə cavabımız D variantıdır. Sonra keçir. Çoxdur, qeyri-müəyyən miqdar sayıdır. Üçüncü şəxsin təkinin xəbərli şəkilçisi qəbul etmişdir. Düzdür bu da. Keçirik 15-ci suala. Bu meşələrin gözəlliyini heç kəs danmır cümləsindəki sözlərin morfoloji izahı ilə bağlı səhvi müəyyən edin. Heç kəs qeyri-müəyyən əvəzlikdir, inkar mənasını ifadə edir. Bəli, heç kəs, yəni kimsə danmır. Sonra, gözəlliyini sifətdir. Xeyr, gözəl olsaydı sifət olacaqdı. L üstü 4 şəkilçisini qəbul edib, gözəllik ismi yaradıb. Ona görə cavabımız burada 15-də D variantıdır. Sonra, danmır, xəbər şəklində inkardadır. Bəli, təsdiqə keçirəndə artıq öz yerini tapır, danır. Deməli, danmır burada inkardadır. Bu işarə əvəzdir, sifəti əvəz etmişdir. Meşələrin isimdir, yerlik haldadır. İn şəkilçisini qəbul edib. Bəli, 16-cı sual. İclasda bəzi məsələləri diqqətlə araşdırdılar. Cümləsindəki sözlərin morfoloji izahı ilə bağlı səhvi müəyyən edin. Bəzi, qeyri-müəyyən əvəzlikdir. Düzdür. İclasda yerlik halda olan zərfdir. Xeyr, iclas isimdir və da yerlik hal şəkilçisi qəbul etmiş. Deməli, zərf deyil. Şəhərdə, iclasda, Bakıda, kətdə bunlar zərf deyil. Cümlədə zərflik ola bilər cümlə üzvü kimi, amma nitq hissəsi baxımından isimdir. Elə cavabımız 15-də B variantıdır. Sonra, məsələləri isimdir, təsirlik haldadır, düzdür, diqqətlə zərfdir, isimdən düzəlmişdir. Araşdırdılar, xəbər şəklində olan feildir, keçmiş zamandadır. Bəli, düzdür. Sonra keçirik 17-ci suala. 17-ci sual.
Öz gücünə arxalanan xalq əlbəttə məğlub edilməzdir cümləsindəki sözlərin morfoloji izahı ilə bağlı səhvi müəyyən edin. Xalq adlıq halda olan sadə isimdir, düzdür. Öz gücünə arxalanan xalq. Bəli. Məğlub edilməzdir mürəkkəb sifətdir, düzdür. Gücünə isimdir, mənsubi şəkilsi qəbul edib, bəli, yönlük haldadır Aə. Sonra arxalanan düzəltmə sifətdir, xeyr. An, ən, sondakı anən, arxalanmaq feilindən arxalanan. An, ən, feili sifət şəkilsidir, yəni qrammatik şəkilsidir və feildir. Nitq hissəsi baxımından. Ilə cavabımız 17-də D variantıdır. Əlbəttə də modal sözdür. Sonra keçirik növbəti suala. 18-ci sual. Bu əhvalatın tarixi tam aşkarlanmayıb. Əhvalatın tarixi. Nə? Əhvalatın tarixi. Deməli, burada bu işarə əvəzliyidir. Tarixi isimdən düzələn sifətdir. Əhvalatın tarixi. Burada i leksik şəkilsi deyil, mənsubi şəkilsi olduğu üçün də isimdən düzələn sifət yox, elə ismin özüdür, adlıq haldadır. Mənsubi şəkilsi sözdür. Sonra əhvalatın tarixi. Nə aşkarlanmayıb? Əhvalatın tarixi. Əhvalatın isimdir, yəlik haldadır. Tam kəmiyyət sərfidir, aşkarlanmayıb, düzəltmə feildir, xəbər şəklindədir. Bəli. Keçirik 18-də dedim izahı B variantı. Sonra keçirik 19-cu suala. 2 aydan sonra İbrahim xan Dağıstandan qayıtdı cümləsindəki sözlərin morfoloji izahı ilə bağlı səhvi müəyyən edin. Qayıtdı feildir, keçmiş zamandadır, düzdür. 2 müəyyən miqdar sayıdır. Aydan, 2 aydan, 2 ay isimdir, çıxışlıq haldadır. Sonra qoşmadır, bəli. Qoşma çıxışlıq hallı sözə qoşularaq qoşmadır, yəni qoşma müəyyən məna çalar əmələ gətirir. Sonra D variantı. İbrahim xan mürəkkəb addır. Dağıstandan zərfdir. Haradan sualına cavab verir. Xeyr, Dağıstan isimdir. Çıxışlıq hallı şəkilsidir. Dağıstandan, Bakıdan, kənddən, şəhərdən bu tipli sözlər zərf yox. Qətiyyən zərf götürməyin. Bunu isim götürün. Ona görə cavabımız 19-da Y variantı. Sonra keçid edirik 20-ci suala. Payız fəsli məhsul toplanışı zamanıdır cümləsindəki sözlərlə bağlı səhvi müəyyən edin. Məhsul isimdir, sadədir, yəlik haldadır. Zamanıdır, təhsillik adı olan mücərrəd isimdir. Payız fəsli məhsul toplanışı zamanıdır. Zamanıdır, burada mənsubiyyət şəkilsidir, təhsillik hal ola bilməz. Əgər bu hələ hər şeyi qoyduq qırağa, təhsillik hal xəbər olmur və burada dır şəkilsi qəbul edərək mənsubiyyət şəkil söz xəbər olmuşdur. Ona görə B variantında mənsubiyyət şəkil sözdür. Ona görə ki, təhsillik halı söz xəbər olmur. B variantı cavabımızı payız, yəlik halda olan sadə isimdir, düzdür. Toplanışı feildən düzələn isimdir. Toplamaqdan toplanmaq. Toplanmaqdan da toplanış yaranıb. Deməli, nə olur? Feildən isim yaradır, düzdür. Fəsli də adlıq adı olan isimdir, sadədir. 21-ci sualı baxırıq. Nəzərə alın ki, uşaqlar körpəcə fidanlar kimidir cümləsindəki sözlərlə bağlı səhvi müəyyənləşdirin. Uşaqlar isimdir, adlıq haldadır. Körpəcə azaltma dərəcəsində olan sifətdir. Xeyr, caca burada çoxaltma dərəcəsi yaratmışdır. Ümumiyyətlə, caca şəkilsi, caca ədatı deyək, sifətə qoşulubsa, azaltma yox, hər yerdə onun çoxaltma dərəcəsi götürün. 2. Tabirlik bağlayıcısıdır. Nəzərə alın, əmr şəklində olan feildir. Sonra kimidir? Xəbər şəkilsi qəbul etmiş qoşmadır. Keçid edirik 22-ci suala. Qılınc yarası sağalar, ancaq söz yarası sağalmaz. Nümunəsindəki sözlərin morfoloji izahındakı səhvi müəyyən edin. Yarası isimdir, mənsubi şəkilçilidir, düzdür. Qılınc sadə isimdir, qılınc adlıq haldadır. Qılıncın yarası, ın artırın, onun yarası. Deməli, burada yəlik hallı sözdür, adlıq hallı söz deyil.
Cavabımız B variantıdır 22-ci sualda. Sağalar düzəltmə feildir, gələcək zamandadır. Düzdür. A-rəri şəkilsi gələcək zamandadır. Sonra ancaq bağlayıcıdır. Bəli, iki cümləni bir-birinə bağlamaq xidmət etmişdir. Sonra söz sadə isimdir. Yerlik haldadır. Söz yarası. Bəli, sözün yarası, yəni qeyri-müəyyən yerlik haldadır. Keçid edirik 23-cü suala. Məndədir hər ümidi əzilmiş insanların ümidi anlamındadır bu. İndi baxaq. A. İnsanların ümumi isimdir. Cəm və yerlik hal çəkilişləri ilə işlənmişdir. Düzdür A variantı. Hər təyini əvəzlikdir. Bu da düzdür. Məndədir yerlik, hal və xəbərlik şəkilsi qəbul etmiş əvəzlikdir. Əzilmiş məchul növdə olan keçmiş zaman mənalı fe'li sifətdir. Düzdür. Ümidi mücərrəd mənalı isimdir. Təsirlik haldadır. Xeyr. İnsanların ümidi, yəni mənsubiyyət şəkilçili isimdir. Və ona görə səhv Y variantındadır.